بسم الله الرحمن الرحيم. En şefkatlik, en mihriban Allah'ın ismi bilen başlayman. سبح اسم ربك الأعلى Hammedin üstün Rabbinin namını pak itiqat kılgan. الذي خلق فسوى O bütün mahlukatını yarattı. Ulanı bicirim yani çıraylı ve münasip şekilde yarattı. والذي قدر فهدى Mahlukatka paydalık işlerini takdir kıldı. Ulağa paydalanış yollarını görsetti. والذي أخرج المرعى O cüplerini östürüp verdi. فجعله غثاء أحوى Andın ulanı karamtul kuruk ot xəski aylandırdı. سنقرئك فلا تنسى إلا ما شاء الله إنه يعلم الجهر وما يخفى. Ey Muhammed sallallahu aleyhi ve sellem, sana Kur'an'ı okutumuz. Allah nəsxi qınmaqçı boğan nərsidin başqını unutmaysan. Allah bendilerinin aşkara ve yuşurun söz hareketlerini bilip durdu. وَنُيَسِّرُكَ لِلْيُسْرَى Seni biz asan yolga yani İslam şeriatige muvaffak kılımız. فَذَكِّرْ إِن نَّفَعَتِ الذِّكْرَى Vəzi nəsihət paydılıq boluduğan bolsa, kişilərə Kur'an bilen vəzi nəsihət kılgın. سَيَذَّكَّرُ مَن يَخْشَى Allah'tan korkan Adem vəzi nəsihətini qubul kılıdı. وَيَتَجَنَّبُهَا الْأَشْقَى En şəqi Adem vəzi nəsihətten qaçıdı. الَّذِي يَصْلَى النَّارَ الْكُبْرَى O kattı otqa yani devzek kırdı. ثُمَّ لَا يَمُوتُ فِيهَا وَلَا يَحْيَى Andın o otu ölmeydi ve obdan yaşamaydı. قَدْ أَفْلَحَ مَن تَزَكَّى Küfrüdün ve günahtın pak boğan Adem məqsədigi yetti. وَذَكَرَ اسْمَ رَبِّهِ فَصَلَّى O Rabbinin namını yad etti. Andın namaz okudu. بَلْ تُؤْثِرُونَ الْحَيَاةَ الدُّنْيَا Sile dünya terikçilikini artık görsüle. وَالْآخِرَةُ خَيْرٌ وَأَبْقَى Ahiret yaxşıdır ve bakidir. إِنَّ هَذَا لَفِي الصُّحُفِ الْأُولَى صُحُفِ إِبْرَاهِيمَ وَمُوسَى. Bu yani bu suredeki vəzlər şek şübihisiz burunki kitaplarda İbrahim ve Musa'ların kitapları da bardır.